Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Bugün sizlərə, yəni Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, nəzərinizə çatdırım ki, istər ibtidai MİQ, istərsə də ibtidai sertifikasiyada müəllimlərimizə elə və belə əvəzliyi və ədatı ilə bağlı sual nümunəsi təqdim olunur. Odur ki, imtahanda bu sualı düzgün şəkildə cavablandırmaq istəyirsinizsə, izahımı sona qədər dinləyin. Sual belədir. Belə sözü hansı cümlədə əvəzli kimi işlənməmişdir? Yadda saxlamaq lazımdır ki, əgər elə və belə sözü sifətin və zərfin sualına cavab verirsə, əvəzlikdir. Yəni, yadda saxlayaq ki, ilk öncə bunu yadda saxlayaq. Dilimizdə elə və belə adında nə sifət yoxdur, nə də zərf yoxdur. Yəni, biz elə və beləyə sifətin və zərfin sualını verib, deyə bilmərik ki, bu cümlədə sifət var və yaxud da ki, bu cümlədə zərf var. Biz bilirik ki, əvəzlik əsas nitq hissələrini əvəz edir. Elə və belə əvəzlikləri də sifəti, eləcə də zərfi əvəz edə bilər. Yəni, əgər suala cavab verirsə, nə olacaq? Əvəzlik olacaq. Suala cavab verməzsə, nə olacaq? Ədat olacaq. Yəni, qısası nə sifət olmur, nə də zərf olmur. A variantına baxırıq. Bu işin çarəsi belədir. Necədir? Belədir. Sifətin sualına cavab verdi, bəli. Nə olacaq? Sifəti əvəz etmiş, əvəzlik olacaq. A variantı gedəcək. Belə hallarla tez-tez rastlaşmaq olar. Necə hallarla? Nə cür hallarla? Sifətin sualına cavab verdi, bəli. Sifəti əvəz etmiş, əvəzlikdir. Belə həll etsən düz olar. Necə həll etsən? Nə tərzdə həll etsən? Zərfin sualına cavab verdi, bəli. Zərfi əvəz etmiş, əvəzlikdir. C variantında çıxırıq. Kitabları rəfə ardıcıllıqla belə düzün. Necə, nə tərzdə düzün? Zərfin sualına cavab verdi? Bəli. Deməli, zərfi əvəz etmiş əvəzlikdir. Gördük ki, əgər elə ilə belə sifətin və yaxud da zərfin sualına cavab verirsə, nitq hissəsi olaraq əvəzlik olur. Şərtdə bizə deyir ki, belə sözü hansı cümlədə əvəzlik kimi işlənməmişdir. Ona görə də A, B, C və D variantlarını çıxırıq. Yerdə qalır E variantı. Artıq valideynləri belə onu az-az görürdülər. Burada belə suala cavab vermir. Suala cavab vermədiyinə görə nə olacaq? Ədat olacaq. Artıq bu qısa izahdan biz öyrəndik ki, dilimizdə elə və belə adında nə zərf yoxdur, nitq hissəsi olaraq, nə sifət yoxdur. Sadəcə zərfin və sifətin sualına cavab verən əvəzlik var. Eyni zamanda öyrəndik ki, elə ilə belə əgər suala cavab vermirsə, bu zamanda nə olur? Ədat olur. Bizə də deyir, hansı cümlədə əvəzlik işlənməyibdir? Cavabımız olur E variantı. İzahımız bu qədər. Sağ olun.